Əgər biz belə bir statistikanı aparmaq imkanına malik olsaydıq, çox dəhşətli bir rəqəm ortalığa çıxacaqdı. Cinayətlərə neçə faiz hallarda söz səbəb olur? İnanın ki, çox faiz hallarda. Əminəm buna 100% əminəm. Deyir, içkili başda ağıl olmaz. Normal insan bəlkə də sərxoş olmadığı halda qarşı tərəf söyüş söyəndə fikirləşər ki, tərbiyəsizdir. Mən o həddə düşməyim. Sadəcə olaraq deyim ki, sən necə mədəniyyətsiz adamsan, üst çevirim gedim. Amma sərxoş başda ağıl olmur axı. Birini bu deyəndə ikisini o deyir. Öncə mübahisə, sonra münaqişə, əlbəyaxa yumruq. O anda affekt halına girmisənsə, sən heç bir şeyi kontrolda saxlaya bilməzsən. Həbsxanada bəlkə də elə insanlar yatır ki, bəlkə də qonşunun toyuğuna kiş belə deməyib. Amma affekt halında adam öldürüb. Söz bu qədər önəmlidir. Bəziləri deyir, Xətayı söyləyib, kimisi deyir, Şəmsi Təbrizinin sözüdür, biri deyir, Cəlaləddin Rumi söyləyib və s. Deyir, söz var, kəsər savaşı, söz var, kəsdirər başı. Nə fərqi var kim söyləyib? Axır ki, ağıllı cümlədir. Elə söz var ki, sənin alovunun üstünə su çiləyər, asaram, kəsərəm, bunu eləməyəcəm, bundan ayrılacam, filan dediyin halda bir ağıllı adam. Amma ağıllı adam, sən ona çox dərin hörmət bəsləyirsən. Kimsəyə qulaq asmadın, özünü kar elədin, kor elədin, çıxın gedin. Amma o gəlib oturub ən azından mədəniyyət xatirinə dinləyirsən. Amma birdən söz sənin iliyinə işləyir. Elə bil 6-cı hissini oyandırır, 3-cü gözünü açır. Bir də məsələyə fərqli tərəfdən baxırsan ki, bu elə belə adam deyil. Bu deyirsə, deməli içində bir hikmət var. Cinayətlərin çoxu əksər hallarda o söyüşün, o arqonun üstündə baş verir.